İrada xanım, bu müasir dövrdə bizdə bax indi elədi ki, vəziyyət elədi ki də, yəni qohumlarla o qədər imkan olmur da, yəni gedib görüşəsən. İndi razılaşarsınız, yəni Hə, sizin əlbəttə. həyatınızda da elə olur da, Bəli. yəni. Bəs yaxşı o hallarda, yəni bu da vəziyyətlərdən biridir də, yəni. O hallar- Burada biri var ki, siz məişət bağlı, gərginsiz, iş-viş çoxdur. Yəni mənim də vaxtım olmur qohumlarımla görməyə, amma toy var, xeyir iş var, iraq olsun, məclislər var, belə yas yerləri və siz istərsiniz bu qohumdan orada görüşürsüz. Ha, elədir, yox, oraya heç. Və burada siz o qədər rahat olmalısınız. Ora gedəcəm, tək onu görməyim. Bu söhbət olmamalıdır Elə heç vaxt. deyirsiniz, elə deyirsiniz. Hə, elə Başa deyirəm. düşdüm. Siz özünüzə görə deməyin, siz hava bürcüsüz və hava bürcü çox vaxtı fikir vermir elə şeylərə. Biraz bivec olurlar. Amma var elə bir Qoç bürcü, Əqrəb bürcü, Hərçəng bürcüdür insanlar. Onlar su bürcləri, torpaq bürcləri olan insan, onlar illərlə saxlayır içində kini. Özünüzə görə fikirləşməyin. Siz qarşıda. Onlar illərlə əsir. Elə bir 2 yaşımda filan şey elədin. O ilin kimi qalır onların içində. O elə məqamda məsələn Əqrəb bürcü yığır. Elə bir yerdə sözünü deyir, hamısı təəccüb alır ki, bu nə olub? Demək, onlar bilmirlər, amma Əqrəb bürcü bilir ki, illərlə yığıb bunu ki, bu sözü bu dəqiqə desin, məsələn. Onda da çıxır ki, bürcün də birbaşa təsiri var da. Qeyri-adi ona görə ki, məsələn, Əqrəb bürcü, onlar qeyri-adi bürclərdir. Onlar çox şeyi hiss eləyəndilər, sözün deyəndilər, sözü deyəndə də pis deyə bilirlər. Amma o sözlərdə həqiqətləri var. Ona görə ki, onlar saxlayıb deyirlər. Və mən sizə deyim, Vanqadır, sonra çoxlu bu ekstrasenslər sırf Əqrəb bürcləri olublar. O güc iminə bu Əqrəb bürcə verilib. O hissiyat. Prosta nə kimi onlar o şər qüvvələri ilə işləyirlər, ya xeyir qüvvə, o da insandan asılıdır. Xeyir qüvvələrlə işləyirsə, Əqrəb qeyri-adi olur. Amma şər qüvvələri ilə o əlbər olduğu, yəni orada bütün nəsil çökür. Biri var, nəsil çiçək açır, biri də var, çökür də. Orada hissiyatla çox şey olar. Biri var, əsəbdən gedəsən, şər qüvvələrə yapışasan, o qarğışma eləyəsən, bu şərin söhbətidir. Qarğış elədikcə də nəslə də sən qarğış eləyirsən. Yəni, siz gərək başa düşəsiniz, Fuad müəllim, heç birimiz, Fuad mənə heç nə eləyə bilməz, Allah ona izin verməsə. Və burada hər bir yerdə Allahın hökmü görmək lazımdır. Və burada o kişini saxlamaq düzgün deyil. Sən gərək yazasan, yandırasan, zibilliyə atasan və gəlib deyəsən ki, ay Fuad, o nə hərəkət eləmişdin mənə qarşı? Mənim xoşuma gəlmədi. Sorğulamaq lazımdır. Hə, mütləq. Ona görə ki, Fuad elə bir şey deyəcək, siz fikirləşmədiyi bir şey. Tamamilə başqa bir məsələ. Mən belə başa düşmüşdüm. Yox, sən nə danışırsan? Belə, ona görə belə elədim. Yoxsa insan öz beynində ssenariysini qurur, Fuaddan zəhləsi gedir, bütün nəslini deyir ki, Fuad pis adamdır, onu ilə danışmayın, mən onu ilə danışmıram. Bu nədir? Nəslə müharibə salmaq. Və o müharibəni kim nəslə salıb, günah ona sayılır. Fuada yox. Başladınız?